İlk öncə övladlarımızı o qədər doğru diqqətlə yanaşmalıyıq. Onların həyat tərzinə baxmalıyıq, nələri sevdiyinə baxmalıyıq ki, nələri sevmədiyinə baxmalıyıq ki, belə bir oyunlara meyl etdikcə, istər dostları tərəfindən yönləndirdə, istər özləri tərəfindən yönləndirildikləri zaman, sosial şəbəkə tərəfindən yönləndirilmə, bunu tez hiss eləyək. Uşaqlarımızı biz sevgi verən deyəndə, uşaqlarımızı hamıdan hər şey onların əvəzinə etmək demək deyil. Uşaqlara sevgi verəndə diqqət, qayğı vermək o deməkdir ki, uşağı lazım olduğu kimi disiplinası, lazım olduğu kimi vaxt ayırmaq lazımdır. Bu gün valideynlər işə gedirlər və işdən gec gəlirlər və uşağa ya dayə, ya məktəbin, ya dayənin, ya da nənə-babanın öhdəliyinə qoyurlar. Deyirlər ki, nəzarətdədir. Amma uşağa yemək verib, su verməklə uşaq nəzarətdə olmur, uşaq elə yetişdirilmir. Sevgi ilə, qayğı ilə yetişdirilməlidir.